Salam oducular, yenidən xoş gördük. Bugünkü videomuzda ən sevdiyim tətbiqdən, Payroll əmək haqqı tətbiqindən danışacağıq. Hər kəs əmək haqqını sevir, çünki hər kəs maaş almağı sevir. Bizim əmək haqqı mütəxəssislərimiz də bu tətbiqi çox sevir, çünki o, iş qeydləri, maaş vərəqələri, qruplar, batches, hesabatlar və daha çoxunu idarə edərək ödəniş prosesindəki qeyri-müəyyənliyi aradan qaldırır. Sol tərəfdə yuxarıda xəbərdarlıqlar, warnings bölməmiz yerləşir. Bu bölmə maaş vərəqələrinin yaradılmasına mane ola biləcək hər hansı bir problemi vurğulayır. Problemi əmək haqqı prosesi zamanı gözlənilməz bir xəta ilə qarşılaşmaq əvəzinə elə buradan həll edə bilərik. Sağ tərəfdə isə son maaş vərəqəsi qruplarını və onların cari statusunu göstərən qruplar batches kartımız var. Hansı qrupların ödənildiyini və hansıların hələ də işlənməli olduğunu buradan görə bilərəm. Aşağı sol tərəfdəki işə götürən xərcləri, Employer's Cost kartı, şirkətimizin əmək haqqına il və ya ay üzrə nə qədər vəsait xərclədiyini vizual olaraq görməyimizə kömək edir. Yanında isə işçi trendləri, Employee Trends kartı yerləşir. Burada yeni işə qəbul edilənlərin aylıq və ya illik icmalını görə bilərəm. Və burada sağda həmkarlarımla qeydlər paylaşa biləcəyim bir qeydlər, notes bölməmiz var. Yeni bir qeyd yaratmaq istəsəm, sağ küncdəki üstəgəl ikonuna basıram. İndi yeni qeydim var və həmkarlarımla paylaşmalı olduğum bir məqalə görmüşəm. Qeydin üzərinə klikləyirəm. Bu zaman qarşıma gözəl bir qeyd yazmaq üçün müxtəlif formatlama seçimləri çıxır. Onlara yeni əmək qanunvericiliyi qərarı haqqında məlumat verməliyəm və bu çox vacibdir. Buna görə sağdakı 3 nöqtəyə klikləyirəm. Açılan menyudan banner bölməsinə keçirəm və xəbərdarlıq bənnerini, banner warning seçirəm. Sonra bannerin içərisinə qeydimi yazıram. Yeni əmək qanunu haqqında bu məqaləni oxuyun. Link əlavə etməliyəm. Buna görə mətnin bir hissəsini seçirəm və link düyməsinə basaraq keçidi birbaşa ona bağlayıram. URL sahəsinə linki yapışdırıb təsdiq et, apply seçirəm. Bu zaman linkin kiçik bir ön baxışı da görünür. Həmçinin onlara bu barədə iclasınız olacağını da bildirəcəyəm. Altda belə bir qeyd qoyuram. 2 həftə sonra bu barədə iclasımız olacaq. Tab bölməsinə də bir başlıq əlavə etməliyəm. Untitled yazılan yerə 2 dəfə klikləyib, əmək qanunu yeniləməsi yazıram. Mükəmməl. Yaxşı, ümumi işləri bitirdikdən sonra gəlin iş qeydi növlərinə, Work Entry Types baxaq. Bunun üçün konfigurasiya, Configuration bölməsindən iş qeydi növlərini seçirik. Burada maaş vərəqəsinə daxil edilə biləcək bütün müxtəlif iş qeydlərinin siyahısı var. Hər bir iş qeydinin müvafiq kodu var. Bu kod maaş vərəqələrində görünəcək və həmin qeydin necə hesablandığını izah edəcək. Gəlin birinə yaxından baxaq. Məsələn, xəstəlik məzuniyyəti, sick time off. Bu forma oduya maaş vərəqəsinin və ya iş qeydinin necə hesablanmalı olduğunu deyir. Yuxarıda növün adı, altında isə hesablama zamanı istifadə olunan kod var. Çox vacib bir qeyd. Payroll tətbiqini quraşdırarkən sistemdə olan hazır kodları dəyişdirməyin. Bu kodlar müxtəlif tətbiqlərdə istifadə olunur və kodun dəyişdirilməsi maaş vərəqələrinin işlənməsinə mane ola bilər. Xarici kod, external kod sahəsi məlumatları kənar bir sistemə ixrac edərkən istifadə olunur. Aşağıda iş qeydi üçün rəng təyin edə bilərik. Bu nümunədə çəhrayı seçilib. Əgər bu qeyd növü konkret bir ölkəyə aid olsaydı, ölkəni seçərdik. Lakin bu universal olduğu üçün ehtiyac yoxdur. Maaş vərəqəsində göstər bölməsində yuvarlaqlaşdırma sahəsi var. Bu vaxtın necə hesablandığını müəyyən edir. Seçimlərimiz: yuvarlaqlaşdırma yoxdur, yarım gün, tam gün. Biz hələlik yarım gün seçimində saxlayırıq. Bu o deməkdir ki, qeydlər həmişə yarım günə, 4 saat yuvarlaqlaşdırılacaq. Yuvarlaqlaşdırma növü isə, məsələn aşağı yuvarlaqlaşdırma, 5 saatlıq xəstəlik məzuniyyətini 4 saata endirəcək. Əgər işçinin bu qeyd növü üçün ödəniş almasını istəmiriksə, struktur növlərini seçirik. Məsələn, worker pay seçsəm, bu struktura aid olan işçilər xəstəlik müddəti üçün ödəniş almayacaqlar. Amma mən bunu istəmirəm, ona görə silirəm. Daha sonra məzuniyyət seçimləri, time of options gəlir. Time of-u işarələmək, bu iş qeydinin bir məzuniyyət növü ilə əlaqəli olduğunu bildirir. Son olaraq, əgər bu qeyd gözlənilməz bir qayıbmama, elə absenteeism ilə bağlıdırsa, müvafiq xananı işarələyə bilərsiniz. Yeni bir növ yaratmaq üçün sol yuxarıdakı yeni, new düyməsinə basmağınız kifayətdir. İndi isə işçilərimizin nə vaxt işləməli olduğunu müəyyən edən iş qrafiklərinə, elə working schedules baxaq. Konfigurasiya menyusundan bura daxil oluruq. Burada mövcud qrafiklərin siyahısı, iş dərəcələri
və çevik, elə flexible saatların olub-olmaması görünür. Standart həftəlik 40 saat qrafikinə baxaq. Burada şirkətin həftəlik 40 saatlıq tam iş qrafikini, gündəlik orta hesabla 8 saatı və 100% iş dərəcəsini görürük. Aşağıda səhər və günorta növbələri, həmçinin nahar fasiləsi qeyd olunub. Əgər bu qrafik çevik olsaydı, yəni işçilər istədikləri vaxt işləyə bilsəydilər, yuxarıdakı Flexible Hours xanasını işarələyərdik və bütün bölmə itərdi. Gəlin yeni bir iş qrafiki yaradaq. Bizim mebel dizaynı öyrənən şagirdlər üçün yeni bir təcrübə proqramımız var. Onlar üçün ayrıca qrafik lazımdır. Yeni düyməsinə basırıq. Adını təcrübəçi həftəlik 20 saat qoyuram. Şagirdlər üçün olduğu üçün Flexible Hours işarələyirəm. Həftəlik saatı 40-dan 20-yə, gündəlik orta saatı isə 4-ə dəyişirəm. Saat quşağını da təyin edirəm. Və budur, yeni iş qrafikini yaratdıq. Biz bugün əmək haqqı panelini nəzərdən keçirdik. Yeni qanunlar haqqında qeyd qoyduq. İş qeydi növlərini öyrəndik və yeni iş qrafiki yaratdıq. Növbəti dərslərimizdə daha dərindən maaş vərəqələri, qruplar və hesabatlar haqqında danışacağıq. İndi isə iş başına.